Allah'ın salamı, rəhmət və bərəkəti olsun Əhl-i Beyt aşiqlərinə. Ayətullah Məhəmməd Cavadi Fazil Lənkərani buyurub, bir gün mərhum atam Məşəd şəhərində alimlərin toplantısında, iclasındaykən orada buyurub ki, danışıb, deyib ki, mən 50 ildir dərs keçirəm, tələbələrim var, tələbələr yetişdirmişəm. 50 ildir dərs keçirəm, 1000-dən çox tələbə yetişdirmişəm. 50-dən çox elmi əsərlərin, kitabların müəllifiyəm. Amma ki, bunların heç birinə ümidim yoxdur. Bir tək ümidim odur ki, son illərdə araşdırıb yazdığım xanım Zəhranın şəhadəti, şəhidliyindən yazdığım məktublar, yazılardır. Bir ümidim onadır. Allah Teala bu nətər deyirlər, məsum bir insanı gör necə yaradıb ki, öz yaratdığından, o qədər elmindən, savadından, yetişdirdiyi tələbələrdən yenə də ümidi yoxdur ki, mən bundan xilas ola bilərəm. Axirətimdədir, mənim buna ümidim yoxdur. Tək ümidim odur ki, bu son illərdə xanım Zəhranın şəhadətinə aiddir, yazdığım məktublar, yazılarıdır, ümid bəsləyirəm. Ona görə də bu həmişə o qədərinə qəmgin oturarmış, fikirli olarmış. Arada əlin qaldırarmış, göyə deyərmiş ki, salam olsun sənə, ey xanım Fatimə-i Zəhra səlamullah. Gör o cür alimlər ki, axirədə ümidləri olmursa, biz bədbəxtlər neynəyəcək? Biz bədbəxtlər neynəyəcək görəsən? Allah Teala da bizi ümidsiz eləməsin, bizi öz başına boşlamasın, xanım Zəhrə ilə məşhur eləsin xanımlarımızı, qızlarımızı, gəlinlərimizi, nəvələrimizi, oğlanlarımızı cənnət ağası İmam Həsən, İmam Hüseynlə məşhur eləsin kişilərimizi, oğlanlarımızı, evladlarımızı. Bir an bizi öz başına bırakmasın. Biz öz başına qalsaq yolumuzu azarıq. Allah Teala bizim günahlarımızı bağışlasın. Yazığıq, fağırıq. Allah'ın veriq öz izzət-i cəlalına, o 14 məsuma hörmət, xatir, İmam Zaman ağanın zührünü təcil eləsin. Amin inşallah. İmam Zaman ağanın zührü üçün salavat göndərək. Allahümmə səlli ala Muhammedin və ali Muhammed əcil fərəcəhüm və